RIA Novostinin Rusiya Azərbaycanın Krımı və yeni regionları tanımasına ümid edir xəbəri ilə Moskva nəhayət Bakıdan nə istədiyini elan etdi. Mümkündür ki, bu istək kulis diplomatiyasında daha öncədən dilə gətirilib. Azal təyyarəsinin vurulmasından sonra Bakı-Moskva xəttində yaranmış narazılığın davam etməsindəki motivlərindən biri də bu ola bilər. Bakıdan müsbət cavab ala bilməyən Kreml isə həm Medinskinin Qarabağı mübahisəli ərazi adlandırması, həm də Krım istəyini ictimailəşdirməklə mesaj verir. Global Info xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib. Stat: Rusiya başqa ölkədən yox, niyə məhz Azərbaycandan bunu açıq şəkildə istəyir? İstisna deyil ki, Moskva Bakının tələblərini yerinə yetirmək üçün şərt kimi Krım istəyini irəli sürür. Mövcud situasiyada Bakının sözügedən tələbi Azalın vurulan təyyarəsi ilə bağlı ola bilər. Lakin Rusiya Krımla bağlı istəyinin Azərbaycan tərəfindən qəbul edilməyəcəyini bilir. Bu yalnız o halda müzakirə edilə bilər ki, Ukrayna Krımı və digər işğal edilmiş əraziləri Rusiya ərazisi kimi tanısın və beynəlxalq hüquqda qəbul olunsun. Perspektivdə bu ssenarinin mümkünlüyü görünmür. Bu halda Moskvanın Bakıya qarşı təxribat xarakterli müxtəlif açıqlamaları addımları gözləniləndir deyə politoloq vurğulayıb. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.